Salam millət, hər vaxtınız xeyir olsun. Uşaqlar, hər birinizi salamlayıram dostlar. Deməli, ilk öncədən deyim ki, videonu tam izləmək lazımdır. Uşaqlar, bu əyləncə kontenti deyil, bu təlim xarakterli videodur. Ona görə bu sözü deyirəm sizə. Yoxsa hype-a görə demirəm, çünki uşaqlar baxmasanız, yəni özünüzə ziyan verəcəksiniz. Amma lazımsız kontentə baxmasanız özünüzə xeyir verəcəksiniz uşaqlar. Burada elə deyil. Burada mən sizə real setupları göstərirəm. Uşaqlar, ciddi bir iş kimi qəbul edin bunu. Yəni olmuş bir şeyləri göstərirəm sizə və bunun videosunu mən ayrı çəkmişəm. Fonda necə qazanıb çıxarış eləyəcəm. İlk etapda mən sizə dedim ki, ilk öncə siz çıxarışa yaxın nə qədər məbləğiniz varsa çıxartmalısınız və sakitcə kənara durmalısınız. Nəyə görə? Deməli, siz həm qazandığınız pulu çıxardacaqsınız 100 minin üstündə, 100 dollardan yuxarı olmalıdır və sizin ora depozit elədiyiniz həmən o, məsələn 100 minlik hesabda 500-600 dollar eləyir. Həmən o məbləği çıxardacaqsınız. Yəni uşaqlar, bu az məbləğ deyil. Ona görə də biz birinci etapda riskimizi az eləyirik, maksimum ki çıxarışımızı eləyək. İkinci etapda normal biraz risklər eləyirik. Yenə də az risklər eləyirik. Həmən video çəkilib, paylaşılacaq uşaqlar. Ona görə abunə olun, bu dəqiqə butonu basın. Həmən bu əməliyyat da o gedişatın içində olub və mən həmən əməliyyatı sizə göstərirəm. Hal-hazırda kənarda görə bilərsiniz. Biri euro dollardır, biri USD GPI-dır. Hansı ki tezləşdirilmiş rejimdə mən sizə göstərirəm bunları. İkisi də take profit oldu. Baxmayaraq ki, bazarda manipulyasiyalar var idi. Güya bazar çönür, güya bazar dönür, amma belə şeylərə baxmayaraq, yəni uşaqlar, bizim bilgimiz, bizim təcrübəmiz göstərdi ki, yox, biz hələ davam edirik. Ona görə də uşaqlar, yəni kim burada itirmişdisə, İnşallah yaxşı olar. Baxarsan həmən bu videoya yenə də nəyisə görərsən, bəlkə özün üçün hansısa bir fikir yürütərsən, yəni nətərsə, belə bir şey. Baxın uşaqlar, gəlin biz ilk öncə başlayaq. USD GPI. GPI-yi mən sizə göstərəcəm. Deməli, biz görürük ki, bizdə konsolidasiyaya gedib, deməli, baxırıq biz ayın tarixinə ilk öncədən, deməli, burada görürük ki, 20 noyabr. 20 noyabrdan bu tərəfə bizdə short əməliyyat gedir. Short gedir. Hal-hazırda bizim time frame 1 saatlıqdır. Gəlin biz buna bir günlüyə çevirək uşaqlar. Çox vacibdir. Siz bura gəldikdə ilk öncə böyük time framelərdən baxmalısınız. Həftəliyə mən baxmışam. Həftəlikdə konkret olaraq short pozisiyadır. Yəni biz görürük ki, həftəlik şamımız qıpqırmızıdır. Gələn həftə şam açıldı. Əgər bizdə bu belə bir marabuza ilə bağlanarsa, bu həftə sabahları 5-ci gündür uşaqlar, bu video 4-cü gün çəkilir. Deməli, biz gələn həftə dala bir korreksiya görə bilərik. Ona görə ehtiyatlı olmaq lazımdır. Ola bilər ki, long pozisiyalar işə düşsün. Bu şam deyək ki, gəldi, bağlandı. Burada dolu bir şəkildə olmasa belə, biraz fitil də buraxsa, növbətdə açılan şam hər zaman arxaya bir korreksiya verir. Və uşaqlar, ondan sonra qiymət təkrarən başlayır davam eləməyə. Ona görə də biz ilk öncə həftəliyə baxmalıyıq və həftəlikdə bir nəzər yetirməliyik. Bu həftə bizdə, biz görürük ki, belə bir pin bar bağlandıqdan sonra bu həftə bizdə ancaq şartavoy pozisiyalara üstünlük vermişik, short pozisiyaları götürmüşük. Çünki belə momentlərdə siz long əməliyyatlar axtaranda, məsəl üçün balaca time framelərdə deyə bilərsiniz ki, müəllim, balaca time framedə long gedir. Bəli, siz 1-in 1-ə maksimum 1-in 2-yə RR götürə bilərsiniz balaca time framelərdə. M1-dən, M5-dən danışıram. Amma yenə də deyim dostum, bu təhlükəlidir, çünki ümumi short gedir və bu siz necədir? Elə bil ki, böyük bir dalğa gəlir və sən o dalğanın arasında belə üzürsən, dalğa biraz sakitləşəndə və dalğa coşanda sən qalırsan suyun altında və boğulursan. Bu buna bənzəyir. Uşaqlar, analitikanı təbiətdən götürün siz, yəni təbiətə baxın, hər şey fraktaldır. Dağlara baxın, görün onlar necə gəlir gedir. Yəni bunlar hamısı belə işləyir, hamısı eyni şeydir, eyni görüntüdür. Ona görə də uşaqlar, burada dalğavari gedişat var. Yəni bu dalğadır gedir. Hal-hazırda biz günlük time frame-ə baxırıq uşaqlar və biz görə bilərik ki, düzdür, bizdə Fibonacci belə bir şey göstərir, amma tək Fibonacci ilə iş görmək olmaz. Şamlar çox önəmlidir. Və millət, baxın, bizdə short gedir ümumiyyətlə və bizdə görürsünüzmü, Fibonacci bizə köməklik eləyir və bizdə sahələri göstərir. Geri gedəndə dəstək zonaları var, aşağı zonalar var və həmən zonaları göstərir ki, harda müqavimət ola bilər. Və bu bizə hansısa bir göstərici verir və biz bundan köməkçi vasitə kimi istifadə edə bilərik. Hal-hazırda short gedir, bəli, mən buradan bir təpədə gözləyirəm, məsəl üçün bu Elliot
bəli, göstərir burada, amma Elliot olmasa da uşaqlar həmişə bir tərəfli baş olmur, çox vaxtı o gəlir iki tərəfli olur, ondan sonra artıq başlayır təsdiq alıb aşağı getməyə. Burada biz heç nə görmürük, biz sadəcə görürük ki, qiymət hansı tərəfə hərəkət eləyir. Ancaq biz burada keçməliyik balaca time frame'lərə ki, hansısa bir setup axtaraq və yaxud da ki, hansısa bir əməliyyata girək. Belə şeyləri axtarmaq üçün uşaqlar, biz gərək keçək balaca time frame'lərə. Böyük time frame bizə sadəcə gedişatı göstərir, yəni hansı tərəfə yüklüdür. Hal-hazırda biz görürük ki, bizdə həmən bu gedişat aşağıdır. Yəni burada konkret olaraq short vəziyyətdir və burada bizdə aşağıda order bloklar var. Hal-hazırda bazarın yuxarı getmək imkanı yoxdur. Yəni bu hal-hazırda yuxarı getmir. Yuxarı getməsi üçün uşaqlar burada təsdiq olmalıdır. Məsəl üçün siz əməliyyatdasınız, çıxmırsınız, gözləyirsiniz, qayıdacaq deyirsiniz, amma uşaqlar struktur dəyişərsə əgər, məsəl üçün bu qalıb burada boş. Bu burada boş qalıb. Bəli, bu indi bura gəlməyə də bilər. Biraz oynayıb sonra da gələ bilər. Amma bunlar yəni faktiki olaraq qalır və biz görə bilərik ki, hal-hazırda premium zonadır, yəni bu zona çox bahalı zonadır və qiymət discount zonaya tərəf qaçacaq. Və uşaqlar, burada qiymətin hansı tərəfə yönlənəcəyini yox, hansı tərəf maqnit kimi onu çəkir, ona fokuslanmaq lazımdır. Çünki biz bilmirik şamlar necə olacaq və görürsünüzmü, burada hal-hazırda FVG yaranır və burada bu nə deməkdir? Bu short pozisiya axtarmaq üçün zonadır uşaqlar. Hansı ki burada boşluq var, bizim təlimlərimiz var. Keçid alıb baxa bilərsiniz. Burada da açıqdır, YouTube-dadır. Orada biz bunları göstəririk. Baxın, görürsünüzmü? Belə bir boşluq var. Bu boşluğa qayıdılacaq. Burada bir dayanış olacaq, buradakı kimi, məsəl üçün belə bir şey. Deyək, aydın olurmu sizə? Ondan sonra uşaqlar biz yenə də orada short pozisiyalar axtaracağıq. Amma 4 saatlıq yenə də bizim üçün çoxdur. Əməliyyata girmək üçün 4 saatlıq yetərli deyil uşaqlar. 4 saatlıq yetərli deyil. Bu swing traderlar üçündür, hansı ki bir həftəlik əməliyyat açırlar. Onlar məsəl üçün belə bir əməliyyat aça bilər, swing traderçılar. Deyək ki, short əməliyyat açır. Əlbəttə ki, professional trader buradan açmayacaq. Çünki bura artıq həm orta zonadır, Bakavoyda belə orta zonadır və bura korreksiya zonasıdır. Burada artıq qiymət gəlib 50%-lərə. Burada Fibonacci ilə ortalardadır qiymət. Və bu qiymət gələnlərə sərf eləməyə bilər. Məsəl üçün New York. New Yorka sərf eləməyə bilər bu qiymət və New York qiyməti yüngül yuxarı qaldırar ki, daha bahadan satsın. Aydın olurmu sizə? Və onlar qiymətdə reaksiya verə bilərlər. Güya qiymət yenə aşağı gedir. O müddət ərzində əslində qiymət aşağı gedir. Ona görə sizin stop lossunuz yaxşı olanda, məsəl üçün buradan keçid aldınsa sən əməliyyata deyək, məsəl üçün. Burada sənin orderin dayanıb və sən buradan keçid alırsan. Amma mən belə məsləhət görmürəm. Olar. Çünki sadəcə əməliyyatda çox qala bilərsiniz. Məsəl üçün belə konsolidasiyaya getsə 4 saatdan hesablayın. Görün, nə qədər eləyir bu? 16 saat, 21 gün paştiyə əməliyyatda qala bilərsiniz. Bu burada oynayanda. Və yaxud da ki, siz gözləyə bilərsiniz və balaca time frame-də daha ideal moment axtarıb keçid ala bilərsiniz. Çünki belə bir gözəl bir Bakavoy gedir. Bu Bakavoyu qırmaq üçün indi göstərəcəm mən sizə nə olmalıdır. Məsəl üçün, siz deyək ki, gətirib qoyursunuz bura, deyək ki, belə bir buranın vurulması üçün və burada bizim 50%lik Fibonacci-də ortalarımızdır. Yəni spravedlivaya cena, yəni normal qiymətdir. Ucuz deyil, normal qiymətdir. Aydın olur sizə. Normal qiymətdən heç vaxtı investorlar almır onu. Normal qiymətdən alırlar, normal qiymətdən alanları sonra oyundan çıxardırlar daha ucuz qiymətdən özləri alması üçün. Aydın olur sizə uşaqlar. Bunu bir dənə özünüzdə yazın bir qırağa. Onlar orta qiymətdə alanları daha ucuz qiymətdə almaq üçün oyundan çıxardırlar. Yəni, deyək ki, burada alanlar yüngül buradan götürə bilərlər. Bayaq dediyim sizə məsəl üçün 1-in 2-yə, 1-in 1-ə, yəni az bir. Çünki burada da gedişat olacaq, burada olanlar da yüngülvari yığılmalıdır. Əslində bunlar likvidlik deyil. Bunlar hal-hazırda gedişatdır, yəni bu aparıcıdır bunlar. Aparır, aşağı aparır. Rizvan bunların adını yaxşı bilir. Yazsın bura. Yəni bu aparıcı qüvvə və qaldırıcı qüvvə. Hayırlovu bilirəm. O heç, o açıq aydın burada. Yəni o bunları yaxşı bilir. Mən uşaqları biraz dədə-baba qaydası ilə
hərəkət eləyirəm. Çətinləşdirmirəm özümü sözlərlə. Deməli uşaqlar, burada FVQ var, bura qaydılacaq və bura götürüləcək. Bura yığılmalıdır. Bundan sonra short axtarmaq olar və böyük time frame məsəl üçün siz ora qoyursunuz və stopunuzu mütləq və mütləq bunun üstünə qoyursunuz. Və öz error görürsünüzmü? 2 error var artıq burada. Lap 2-ni acgözlü eləməyin, 2-ni götürün. Məsəl üçün bura qiymət gələndə, buranı götürüb belə bir şəkildə, bir dəqiqə göstərəcəm mən sizə. Belə bir şəkil olacaq burada. Məsəl üçün indi bu buradan bir korreksiya versin. Görək belə bir korreksiya verəcək, gələcək buralara uşaqlar. Burada biraz oynayacaq, vuracaq, stop eləyəcək. Ola bilər belə açsın. Yəni bu hər şey eləyə bilər ona görə və ondan sonra möhkəm bir düşüş və biz gəlib 50%ləri həqiqətən də görərik. Mən inanmıram bu dəqiqə bu birbaşa gələr, amma gələ də bilər. Çünki elə olur ki, bir şama gəlirlər. Sırazu getmir. Çünki əməliyyatın içində çox oluram mən, bunu görürəm. Adətən belə olur. Yəni buradakiləri çıxartmalıdır, burada olanlara verməz. Yəni belə bir şey var. Bayaq dediyim söhbətdir uşaqlar. Qiyməti süni olaraq qaldırar ki, öz əməliyyatı, short əməliyyatların minus aparacaq, süni olaraq qaldıracaq qiyməti ki, sizin burada stop losslarınız var, hansı ki siz də short açmısınız və sizin stop losslarınızı vuranda burada aldadıcı bir manevrlər eləyib sizi yuxarı long gedirmiş kimi allada bilərlər. Ondan sonra isə möhkəm bir şəkildə bunu ona görə atmışam bura, imindi bunu. Bu da ki gəlir hardasa buralara kimi baxın, ata bilərlər. Təcrübə göstərir. Nəyə görə deyirəm? Bunu vurmazlar, çünki bunu vursalar artıq ucu struktur pozuldu. Bu ucu oldu heç nə. Burada ucu əməliyyatdan çıxsan daha məsləhətdir. Çünki uşaqlar bu belə olmayacaq. Əgər bu yuxarı gedəcəksə ucu struktur pozuldu. Demirəm, yuxarı getməyə bilər. Mənim görüşüm budur hal-hazırda. Bu həqiqətən də bu dəqiqə belədir. Sonra artıq bazara hansısa bir barmaq elədilər. Trump hansısa bir söz dedi, nəsə elədi, struktur pozuldu uşaqlar. Bu hər traderdə olur. Çünki biz qeybi görmürük. Biz texniki olaraq görürük burada nə baş verir və buna uyğun mən sizə göstərirəm. Bax görürsüz, mən stop lossu maksimum elə bir yerə qoymuşam ki, məsələn stop lossu deyək ki, bu bizdə 4 saatlıqdır, düzdür? 4 saatlıq biz əməliyyat açırıq və bunu 2 gün, 3 gün gözləyəcəksə, biz belə bir əməliyyat açmalıyıq və bunu gözləməliyik uşaqlar. Aydın olurmu sizə? Bunu gözləmək, perejdat. Həqiqətən də bunu gözləmək lazımdır. Buraxacaqlar, o heç. Sadəcə stopunuzu qoydunuz, artıq stop nə qədərdir sizdə? Deyək ki, $100. $200 qazanc. $100 itirmiş kimi qəbul elə artıq. Əsas sən stopu düzgün yerə qoyasan. Sən stopu, bax, əgər deyək ki, deyirsən ki, FVG-nin üstünə qoyaram, bura 100% oyundan çıxacaqsan. Bura qoyaram, yenə də oyundan çıxa bilərsən. Bədəni yox, iynəyə qoymaq lazımdır stop lossu. Aydın olur sizə? Bədənə stop loss qoyulmur. Bədənə stop loss qoysaz sizi vurub çıxardacaqlar. Ən dərindəki iynəyə qoyulur. O da ki, trendə tərəf gedəndə görürsünüzmü? Trend xətti gedir və təsdiq var. Məsəl üçün, burada biz əməliyyatlar açdıq, götürdük. Aydın olurmu? Görürəm ki, qiymət aşağı gedir. İndi siz manipulyasiyalara baxın, aşağı time frame-ə keçid alıram və gecə olan manipulyasiyaya siz baxın. Mənim əməliyyatlarım, uşaqlar, təxmini göstərəcəm sizə, yeri yadımda qalıb. Deməli, baxın, bu stop loss nəyə görədir uşaqlar? Bu stop loss ona görədir ki, burada iynə var. Yəni bundan o tərəfə əgər qiymət getsə, struktur pozulacaq və artıq başqa cür vəziyyət yaranacaq bazarda və gözləməli olacaq. Ona görə deyirəm ki, hər gün Forex-də əməliyyat olmur. Yəni bunun olan momentləri var. Deməli uşaqlar, buradan götürdük. Gözəl bir error idi 1-in 2-yə və stop da burada idi bizdə. Sonra stopu burada da qoymaq olardı. Məsəl üçün daha çox error götürmək olardı millət. Vizuallə mən sizə göstərirəm, yəni əməliyyat harda idi uşaqlar. Yəni buralarda idi və biz götürmüşük. Əsas odur, yəni göstərmişəm mən sizə. Səhv eləmirəmsə, gecə mən yatmağa gedəndə uşaqlar mən bura qoymuşdum. Nəyə görə? Çünki mən gözləyirdim ki, birdən yuxarı gedişat olar. Onsuz da yuxarı getdilər. Yəni səhv eləmirəmsə, ay Allah, əməliyyat buralarda idi mi məndə? Hardasa belə bir şey idi. Belə bir şey olmalı idi, səhv eləmirəmsə. Kakaya raznica uşaqlar. Buralardaydı, yəni biz bunu götürmüşük və sözüm nədədir? Sözüm ondadır ki, uşaqlar, stop loss buradaydı məndə yatanda. Çünki millət, burada spreadlər olur, görürsünüzmü, gəliblər stop lossun yanına kimi. Baxın, mən birinci plusda idim.
600 dollar. Sonra getdim minusa, apardılar məni. Buradan sübh tezdən duranda bir əməliyyat açdım. Yəni bunu gördüm mən və bu iynəni. Bu iynənin arxasına stop lossumu qoydum və buradan bir dənə də əməliyyat götürdüm. O əməliyyatı belə götürdüm uşaqlar. Deməli stop loss burada, iynənin arxasında və əməliyyat özü də burada. Всё. Buradan 500 dollar pul götürdüm uşaqlar. 2-2 erir və bu da hamısı videoda var, hamısı videoda qeyd olunub. Gələcək həmən video uşaqlar. Çıxarışı da eləyəcəm, onu da sizə göstərəcəm fon hesablarından necə çıxarış eləmək olar. Belə bir setup'ı işlədim, yəni burada çətin bir şey yox idi. Yəni biz sadəcə bazarda qalmaq əsasdır. Burada sizi hər dəfə alladıb çıxartmaqsa buna W yazır güya ki, buradan retest eləyəcək, güya buradan qaldıracaq qiyməti yuxarı. Xeyr. Çünki bu burada təkdir. Bu boş-boşuna qalıb. Trend gedir. Bu hələ gedəcək. Nu uşaqlar, gedənə kimi yenə də deyirəm, bu hələ hoqqalar verə bilər. Burada artıq əməliyyat axtarmaq üçün gərək gözləyəsən, short pozisiya əmələ gəlsin və short əməliyyat açasın. Çünki belə bir trendə əks tərəfə açmaq olmaz. Bu əvvəl-axır belə getmir də. Bir də görsən ki, heç getmədi və bastı getdi aşağı. Всё. Euro-dollarda isə uşaqlar, görürsünüzmü? Burada baxın, təlimlərdə hamısı YouTube-da var. Görürsünüzmü? Burada görün necə bir situasiya baş verir. Mən buradan long girmişəm. Təəssüf ki, böyük kütlə short girmişdi. Çünki indikatorlarda baxanda görmək olur uşaqlar. TradingView-nun öz indikatoru var. Qiymət gəlib. Özü də qəşəng də gəlib. Buradan mən artıq əməliyyata keçid almışam və götürmüşəm bax bura kimi. 2.18 qizeta. 2.18. Nəyə görə girmişəm uşaqlar? Qiyməti gətiriblər, sonra düşürdüblər aşağı, düzdür? Burada belə bir güya ki, baş çiyin baş yaradıblar. Güya qiymət buradan aşağı gedəcək. Belə bir burada təbəqəmiz də var. Əslində buraları vurmaq üçün saxlayıblar. Yəni buralar çox həssas yerlərdir, buralar vurulmalı idi. Və bunun vurulması da baxın, bu dünənləri axşam olub, 3 dekabr New York vaxtında olub bu situasiyalar. İndi isə hal-hazırda 4 dekabr 12:31-in yarısıdır. 12:30-dur saat. 15:37, hə 12:30-da orada olub. Demək, baxırıq Londonun vaxtıdır və London qiyməti apardı yuxarı. İndi uşaqlar, burada short pozisiya axtarmaq ağılsızlıqdır. Çünki burada short pozisiyaya girmək üçün burada struktur pozulmalıdır. Strukturun pozulması isə yalnız və yalnız ancaq gərək belə bir şey olsun. Belə bir şey. Aydın olurmu sizə? Bura qırılmalıdır, yəni bura vurulmalıdır struktur qırılması üçün. Bura da vurulmalıdır uşaqlar və biz bağlanmalıyıq bu şamın altında. Bir dəqiqə böyük time frame-də baxaq. Görürsünüzmü? Böyüdə də mən belə göstərdiyim. Görürsünüzmü? Burada da Elliot da göstərir uşaqlar, təsdiq verir bizə. Bu gəlməlidir buradan aşağıda bağlanmalı. O da yenə də risklidir, çünki burada hələ təsdiq yoxdur. Bunun aşağı getməsi üçün gərək hər dəfə FVG-lər yarada və FVG ilə artıq short getmək olar. Əgər bu sahə bizim bu sahəmiz, baxın, bu sahə əgər aşağı qırılarsa və aşağıda bərk yersə, bəli, onda biz short gedə bilərik. O da ki, hələ təsdiq yoxdur uşaqlar. Bizim qiymətimiz, bizim şamlarımız gəlib bunun altında bərkiməlidir. Burada da Elliot hələ ki 4-ü göstərir və 4-dən sonra 5-ci dalğada gəlir. Yəni onu da nəzərə almaq lazımdır. Çünki burada uşaqlar buranı vurdular, bunu vurdular deməli. Bunu vurandan sonra o dayanmayacaq. O gedəcək bunu da vurmağa yəqin ki. Burada hal-hazırda long gedir yəni. Bu situasiya longdur uşaqlar. Həftəliyə keçid alıram ki, həftəliyə baxın siz. Burada necə yəni short axtarasan? Bu long gedir. Əgər bu belə bağlansa, gələn həftə də yəqin ki bir korreksiyaya gedər 50%. Ondan sonra ikinci B, yenə də ondan sonra da ki B, C. Ondan sonra artıq biz belə bir situasiya yaransa, bunlar vurulacaq. O heç. Bunlar hamısı vurulacaq. Sadəcə bunlar hal-hazırda aparıcı qüvvədir. Bizim strukturumuzun qırılması üçün biz birinci C dalğasını və ikinci C dalğasını qırmalıyıq ki, biz aşağı gedirik. Çünki bizdə aşağıda FVG var, həftəlikdə uşaqlar. Bura gələcəklər mütləq və mütləq bir şəkildə və burada bizdə 50%lik zona var. Hal-hazırda premium zonadadır və çox bahalıdır. Amma bu o demək deyil ki, bu hələ yuxarı gedə bilməz. Çünki süni qaldıra bilərlər və uşaqlar buradakı FVG-ni doldurmaq üçün konkret işlər görə bilərlər. Aydın olurmu sizə? Oldu millət. Bugünkü təlimimiz bu qədər. Yəni özünüz gördünüz, bazarın strukturu necə işləyir. Yəni təlimlərimiz gəlir, həmin təlimlərə baxın. Burada da mən sizə açıq-aydın göstərirəm, deyirəm, danışıram ki, sizin də bilginiz və anlayışınız olsun. Oldu uşaqlar. Nə sualınız olsa Instagrama yazın. Hamınıza uğur və nailiyyətlər və bolca xeyir. İnşallah gələn videolarda görüşərik. Hələlik.